Xurma tumlarından bugün kafeinsiz kofe hazırlayacağıq. Bəli, xurma yeməyi sevirsinizsə bu videomuzu qayd edin. Kafeinsiz kofeni təbii şəkildə evdə özünüz də hazırlaya biləcəksiniz. Xurma tumlarını yuyub 1-2 gün dəsmal üzərində qurudun. Sonra tavada yaxud da ki sobada az istilikdə qovurmağa başlayın. Çalışın ki tumları yandırmayasınız. Yoxsa dadı acı olur. Qovurduqdan sonra isə tumları kofe üydəndə üydürük. Baxın, əsl kofedən heç bir fərqi yoxdur. Qoxusu belə demək olar ki, eynidir. Türk kofesi necə dəmlənirsə, xurma kofesini də o cür dəmləyirik. Bir dolu çay qaşığı kofeyə 1 kofe stəkanı qədər su əlavə edirik. Qazın üzərinə qoyub bişirməyə başlayırıq. Budur, kafeinsiz kofemiz hazırdır. Dadı adi kofedən fərqli olsa da faydaları çoxdur. İlk növbədə kafeinsizdir. Normal kofe içmək sizdə yuxusuzluq və ürək döyüntüsünə səbəb olursa, bu kofeni rahat şəkildə içə bilərsiniz. Bu kofe həzm sistemini dəstəkləyir, antioksidantlarla zəngindir, qan şəkərini tarazlayır, qaraciyər üçün faydalıdır, zərərli maddələri bədəndən atmağa kömək edir. Tərkibi isə mineral və mikroelementlərlə də zəngindir. Xurma kofesi ilə bağlı suallarınız yaranarsa, şərh bölümünə yaza bilərsiniz.